Gəlin bir anlıq James Clear'in hekayəsi ilə başlayaq. Təsəvvür edin, məktəbin son günü, hər şey əladır və birdən sinif yoldaşınızın əlindən çıxan bir beyzbol ağacı birbaşa sizin üzünüzə dəyir. Dəhşətli bir səhnədir. Clear özü deyir ki, zərbə anını heç xatırlamır. Bəli, amma oyananda gördüyü mənzərə sadəcə dəhşət idi. Qırılmış burun, onlarla kəllə beyin sınığı, hər iki göz yuvası partlamışdı. Və beyni o qədər sürətlə şişir ki, komaya düşür. Yəni bu sadəcə bir qəza deyil, həyatını tamamilə sıfırlayan bir hadisədir. Tamamilə. Əsl hekayə də elə bundan sonra başlayır. Aylarla reabilitasiya. Həftələrlə cüt görmə problemi yaşayır, 8 ay maşın sürə bilmir, hətta fizioterapiyada ən adi bir şeyi düz bir xətt üzrə yeriməyi yenidən öyrənməli olur. Ay sağ ol, sanki bədəni ona xəyanət edib. Və məhz buna görə də bu sual adamı heyrətləndirir. Bu vəziyyətdə olan bir gənc cəmi 6 ildən sonra necə oldu ki, universitetin ən yaxşı idmançısı seçildi? Təkcə o da deyil, ölkənin cəmi 33 oyunçusuna verilən o məşhur ESPN akademik bütün Amerika komandasına necə düşdü? Bax, elə bu sualın cavabı sizin bizə təqdim etdiyiniz materiallara baxanda aydın olur. Cavab bir möcüzəvi an deyildi. Heç də. Cavab yüzlərlə kiçik, demək olar ki, görünməz addımın cəmi idi. Və bu da bizi sizin göndərdiyiniz James Clear'in Atom Vərdişlər kitabından olan materialların əsas ideyasına gətirir. Bəli, atom sözünü seçməsi təsadüfi deyil, çox zərgər işidir. Yəni, bu vərdişlər həm atom kimi kiçikdir, həm də atom enerjisi kimi birləşəndə inanılmaz bir güc ortaya çıxarır. Onda gəlin elə ilk və bəlkə də ən, radikal fikirdən başlayaq. Deyilir ki, hər gün cəmi 1% daha yaxşı olsanız, bir ilin sonunda 37 dəfə daha yaxşı olacaqsınız. Bu riyaziyyat adamı çaşdırır, elə deyilmi? Dəhşət. Amma bu, əslində, çox cəsarətli bir iddiadır. Bizə həmişə böyük hədəflər qoymaq öyrədilib. Məsələn, bir aya 10 kilo arıqla. Bəli, ya da bir ilə yeni dil öyrən. Amma bu yanaşma deyir ki, bəlkə də hədəfi unudub, sadəcə gündəlik sistemə fokuslanmaq daha doğrudur. Bu o deməkdir ki, böyük hədəflər bizim düşmənimiz ola bilər. Bu çox kritik bir məqamdır. Hədəflər istiqamət üçün yaxşıdır. Amma materiallar deyir ki, qaliblərlə məğlubların hədəfləri eyni olur. Hər olimpiyaçı qızıl medal istəyir. Düzdür. Məsələ hədəf qoymaq deyil, o hədəfə aparan gündəlik prosesləri, yəni sistemi qurmaqdır. Və burada insanların ən çox büdrədiyi bir yer var, məyusluq vadisi. Məyusluq vadisi. Maraqlı səslənir. Bəli. O 1%lik qazancların nəticəsi dərhal görünmür. Həftələrlə, bəzən aylarla heç bir irəliləyiş hiss etmirsən. Əksəriyyət də elə burada təslim olur. Bunu ən yaxşı nümunə, yəqin ki, Britaniya velosiped komandasının hekayəsidir. Oxuyanda sözün düzü adam inanmır. 100 il ərzində heç bir uğur. 100 il! Necə deyərlər, velosiped dünyasının zəif bəndi olublar. Bir dəfə də olsun, Tour de France qalibi olmayıblar. Hətta iş o yerə çatıb ki... Hə, o hekayə. Velosiped istehsalçılarından biri onlara velosiped satmaqdan imtina edib. Bəli, qorxublar ki, ingilislərin onların velosipedini sürməsi markanın imicinə ləkə gətirər. Təsəvvür edirsiniz? Tam bir fəlakət. Və sonra 2003-cü ildə səhnəyə Dave Brailsford adlı bir adam çıxır. Onun da fəlsəfəsi marjinal qazançların toplanması idi. İdeya çox sadə idi. Velosiped sürməklə bağlı ağla gələn hər bir kiçik detalı cəmi 1% yaxşılaşdırmaq. Amma onlar bu ideyanı, necə deyim, ağla sığmaz bir səviyyəyə qaldırdılar. Velosiped oturacaqlarını daha rahat etmək ya da təkərlərə spirt sürtmək kimi şeylər başa düşüləndi. Amma o detallar məni şoka saldı. Məsələn, fərqli masaj gellərini yoxlayıblar ki, görsünlər hansı əzələni daha tez bərpa edir. Dayan, komandaya cərrah dəvət ediblər ki... Bəli, hər idmançıya əllərini necə düzgün yumaq lazım olduğunu öyrətsin. Soyuq dəymə riskini minimuma endirmək üçün. İnanılmazdır. Hər bir idmançının yuxu rejimini analiz edib, məhz ona uyğun yastıq və döşək tapıb, yarışları da özləri ilə aparıblar. Aha. Bir dəqiqə, bu hekayə var idi. Komandanın yük maşınının içini tamamilə ağ rəngə boyayıblar. Hə. Səbəb də o ki, velosipedlərə yapışan ən kiçik toz zərrəciklərini belə görsünlər. Bu artıq
Bu obsessivlikdir. Obsessivlik kimi görünə bilər, amma əslində bu, sistemə olan inamdır. Onlar bilirdilər ki, bu yüzlərlə 1%lik yaxşılaşmanın heç biri tək başına qələbə gətirməyəcək. Amma hamısı birlikdə. Aha. Yığılan da nəticə partlayış effekti verəcəkdi. Və verdi də. Brailsford gələndən cəmi 5 il sonra 2008 Pekin Olimpiyadasında medalların 60%-ni qazandılar. 60%? Sonraki 10 ildə isə 6 dəfə Tour de France qalib oldular. Yəni, onlar hədəfi yox, hədəfi aparan gündəlik sistemi dəyişdilər. Bu heyrətamizdir. Amma gəlin dürüst olaq. Kimin bu qədər iradəsi var ki? Yəni, əl yumağımızı 1% yaxşılaşdırmaq üçün çətindir. Məsələ də elə budur. Biz motivasiyanı həddindən artıq şişirdirik. Əslində isə davranışlarımızı formalaşdıran ən güclü amil çox vaxt fərqində olmadığımız mühitimizdir. O görünməz əl. Bəli. Massachusetts Ümumi Xəstəxanasında Ann Thorndike'ın təcrübəsi buna mükəmməl sübutdur. O, minlərlə insanın qidalanma vərdişini yaxşılaşdırmaq istəyirdi. Amma onlara bir kəlmə də demədən, iradələrinə meydan oxumadan. Düzdür. Sadəcə insanların seçim etdiyi məkanın dizaynını, yəni seçim arxitekturasını dəyişdi. Bu necə işləyir ki? Yəni, nə etdilər? Çox sadə bir şey. Xəstəxananın yeməkxanasında kassanın yanındakı soyuducularda əvvəllər ancaq qazlı içkilər olurdu. Onlar həmin soyuduculara su şüşələri də əlavə etdilər. Aha. Və yeməkxanadakı bütün yemək stansiyalarının yanına içində su olan səbətlər qoydular. Başqa heç nə. Yəni, insanları daha çox su içməyə məcbur etmək əvəzinə, suyu sadəcə onların gözünün qabağına qoydular. Və nəticə? Nəticə inanılmaz idi. 3 ay ərzində qazlı içki satışı 11%-dən çox azaldı, su satışı isə 25%-dən çox artdı. Vay! İnsanlar heç bir iradə gücü sərf etmədən daha sağlam seçim etməyə başladılar. Bu göstərir ki, biz çox vaxt məhsulları nə olduqlarına görə yox, harada olduqlarına görə seçirik. Bu sizin gündəlik həyatınız üçün də tamamilə keçərlidir. Mətbəx masasının üstündə peçenya varsa, çox güman ki, peçenya yeyəcəksiniz. Hətta ac olmasam belə. Deməli, yaxşı vərdişləri asan və görünən, pis vərdişləri çətin və görünməz etmək lazımdır. Tam olaraq. Bəs yaxşı, bütün məsələ bizim tənbəl olmağımızdadır. Sadəcə asan olanı seçirik. Tənbəllik yox. Mən buna səmərəlilik deyərdim. Materiallarda buna ən az səy qanunu deyilir. Bu, əslində minillər ərzində formalaşan bir instinktdir. Enerjiyə qənaət etmək. Bəli. İnsan təbiəti enerjiyə qənaət etməyə proqramlaşdırılıb. İki oxşar seçim arasında biz həmişə ən az iş tələb edənə tərəf gedəcəyik. Bu bizim DNT-mizdə var. Sizin göndərdiyiniz mənbələrdə antropoloq Jared Diamond'ın bununla bağlı çox maraqlı bir nəzəriyyəsi var idi. Qitələrin formasının sivilizasiyanın inkişafına təsiri haqqında. Hə, o çox güclü bir bənzətmədir. Diamond deyir ki, Avrasiya şərq-qərb oxu boyunca uzanır. Yəni, İspaniyadan Çinə qədər demək olar ki, eyni enlikdə iqlim, gün işığı saatları. Bitki örtüyü, hər şey oxşardı. Bu da əkinçiliyin minlərlə il ərzində çox sürətlə yayılmasına imkan verib. Çünki bir yerdə yetişən bitki 1000 kilometrlərlə o tərəfdə də asanlıqla yetişir. Müqavimət azdır. Amma Amerika və Afrika şimal-cənub oxu boyunca uzanır. Meksikadan ABŞ-a keçəndə iqlim kəskin dəyişir. Bu da əkinçilik vərdişlərinin yayılmasını ləngidib. Tam olaraq, biz də həyatda ən az müqavimət olan yolla gedirik. Məqsəd yalnız asan şeylər etmək deyil, məqsəd uzun müddətli fayda verən işləri anlıq olaraq mümkün qədər asan etməkdir. O baxışlanqa analogiyası çox xoşuma gəldi. Sağ ol. Yəni, idmana getmək üçün özünüzü məcbur etmək əvəzinə, idman paltarlarınızı axşamdan hazırlayın. Kitab oxumaq istəyirsinizsə, telefonunuzu başqa otaqda saxlayın. Pis vərdişlər üçün isə əksini edin. Sürtünməni artırın. Məsələn, televizora çox baxırsınızsa, hər dəfə pultun batareyalarını çıxarıb mətbəxdəki bir qutusuna qoyun. Bu, davranışın davamlı olub-olmayacağına təsir edən sonuncu, amma bəlkə də ən vacib amirə gətirir. Mükafat. Beynimizin əsas qaydası. Bəli, çox sadədir. Dərhal mükafatlandırılan hərəkətlər təkrarlanır, dərhal cəzalandırılanlardan isə qaçırıq. Problem odur ki, yaxşı vərdişlərin mükafatı geç gəlir. Sağlam olmaq, karyerada yüksəlmək kimi. Amma pis vərdişlərin mükafatı isə siqaretin həzzi, fast foodun dadı dərhal gəlir. Mənə ən çox təsir edən
hekayələrdən biri 90-cı illərdə Pakistanda Karachidə baş verən hadisə idi. Steven Luby adlı bir səhiyyə işçisi görür ki, bir məhəllədə xəstəliklər çox yayılıb. Və bilirdi ki, həlli çox sadədir, əl yumaq. Amma maraqlısı odur ki, sakinlər də bunu bilirdilər. Bilirdilər, amma etmirdilər, vərdiş halına gətirmirdilər. Çünki bilik tək başına davranışı dəyişmir. Luby və komandası başa düşürdü ki, daha çox mühazirə oxumağın mənası yoxdur. Onlar başqa yol seçdilər. Procter & Gamble ilə əməkdaşlıq edib, insanlara Safeguard sabunu payladılar. Amma bu adi sabun değildi. Asanlıqla köpüklənirdi və çox xoş, təravətli bir qoxusu vardı. Nəticədə nə oldu? Birdən-birə əl yumaq cansıxıcı bir məcburiyyət olmaqdan çıxdı, biraz zövqlü bir təcrübəyə çevrildi. Düzdür. İnsanlar sabunun qoxusundan, əllərindəki o təmizlik hissindən, bol köpükdən həzz almağa başladılar. Bu kiçik, dərhal hiss edilən mükafat bütün oyunu dəyişdi. Və bir neçə aydan sonra Aparılan araşdırma göstərdi ki, o məhəllədə ishal xəstəliyi 52%, sətələcəmsə 48% azalıb. İnsanların sağlamlığı kəskin yaxşılaşdı. Niyə? Çünki vərdişləri biraz daha təmin edici idi. eynilə diş macunundakı nanə dadı kimi. Ay sağ ol. Və ya saqqızdakı meyvə ətri. Bu əlavələr məhsulun effektivliyini artırmır. Sadəcə təcrübəniz zövqlü edir və beynimizə bunu yenidən et siqnalını göndərir. Deməmi, bu sizin üçün də birbaşa tətbiq edilə bilər? Məsələn, darıxdırıcı amma vacib bir vərdişə, tutaq ki, hər gün büdcənizi yoxlamağa, necə kiçik bir həzz anı əlavə edə bilərsiniz? Bəlkə də bunu etdikdən sonra sevdiyim bir fincan qəhvə içməklə. Və ya idmandan sonra evə gəlib sevdiyin serialın bir bölümünü izləməklə. Kiçik, dərhal mükafatlar uzunmüddətli vərdişləri bəsləyir. Beləliklə, bugünkü müzakirəmizi ümumiləşdirsək, əsas fikir budur ki, böyük nəticələr üçün böyük, inqilabi addımlara ehtiyac yoxdur. Britaniya velosipedçiləri kimi hədəflərə yox, gündəlik 1%lik yaxşılaşmanı təmin edən sistemlərə fokuslanmaq lazımdır. Və bu sistemləri qurarkən də iradəmizə deyil, mühitimizə güvənməliyik. Yaxşı vərdişləri asan və cəzbedici, pis vərdişləri isə çətin və cansıxıcı etməliyik. Mənbələrdə çox düşündürücü bir fikir var idi. Atdığınız hər bir addım olmaq istədiyiniz insan növü üçün verdiyiniz bir səsdir. Hə, bu çox güclü fikirdir. Hər dəfə məşqə başlayanda siz bir idmançı üçün səs verirsiniz. Hər dəfə bir səhifə yazanda bir yazıcı üçün səs verirsiniz. Bu səslər tək başına kiçik görünə bilər, amma zamanla toplanır və sizin yeni kimliyinizin sübutuna çevrilir. Bəli. Vərdişlər sadəcə etdiyiniz şeylər deyil, kim olduğunuza dair bir sübutdur. Və bu da bizi yekun bəlkə də ən vacib suala gətirib çıxarır. Əgər kimliyimiz sadəcə vərdişlərimizin cəmidirsə, hər gün avtomatik olaraq etdiyiniz o kiçik şeylərlə siz əslində kimə çevrilirsiniz? Və bu həqiqətən də olmaq istədiyiniz insandırmı?